insanın üzünə düşən günah. İnsan həyatda günahsız olmur. Mən demirəm ki, olmaz. Yəni, istəsə olar. Allah rəhmət eləsin, müqəddəs Ərdəbili rəhmətlik xütbələrinin birində buyurdu ki, mənim yadıma gəlmir, haçansa mən günah eləyim. Bir dənə günah eləməyim yadıma gəlmir. Bizdə də deyən var. Adam var, sübh axşamacan 50 günahın içindədir, deyir, mən günah eləməmişəm ki. Elədiyi günahlarından xəbəri yoxdur. Bilmir ki, bu elədiyi işlər günahdır. Biri var bu cür, bir də var ki, alim günahların hamısını zərrəsinə qədər tanıyır bu sözü deyir. Ona sual elədilər ki, ağa, sən günah eləmirsən, heç günahın fikrini də eləmirsən. Çünki insan hərdən oturar, haram fikirlər gələr onun beyninə. Deyir, yox. Niyə görə mən eləyim günahın fikrini? Deyirlər, ağa, necə olur o? Cavab verir ki, mən günahı nəcasət kimin bilirəm? Nəcasət hamı bilir də, nəyə deyilir? Onlara sual eləyir. Deyir, bu vaxta qədər kimin fikrinə gəlib ki, ayaq yolunda nəcasətdən götürsün, biraz yesin. Heç kəs onu yeməz. Heç onun fikrinə də düşməz. Nəyə görə? Çünki hamı tanıyır, bilir o nəcasətdir. Ona görə də onu yeməyin fikrinə düşmür. Deyir, mən də günahı tanımışam, günah nədir? Mən günahı nəcasət kimin bilirəm. Ona görə də mən o günahın fikrinə düşmürəm. Bax, bu cür